Məndən öncə müştəri usta çağırıbdı. Bəli, sizə belə ustalar lazımdır. Baxın diqqətlə ustanın səhvlərini göstərirəm. Birinci növbədə 220 şnuru kəsib, zanetləyib, boş qoyub ortada gedib. Bu təhlükəli bir hərəkətdir. Niyə? Baxın, buradan bu korpusa versə həmin adamı vurub öldürəcək. Belə iş görmək olmaz. Sonra buna baxın, platanın qabını, şuruplarını bağlamayıb. Bomboşdur. Müştəri deyir ki, paltaryanı soxatır ondandır. Ruçka qırıq. Baxın, ruçkanı belə halda qoyub gedibdir. Və paltaryanın paraşok qabını düzəltməyib. Çünki buradan su axılır, bu çürüyür. Bunu da düzəltməyibdir. Və paltaryanın rezinin altından da şarıltı ilə su axır. Onu da heç nə deməyibdir. Elə də pul alıb çıxıb gedib. Bu işlərin heç birini görməyib, heç məlumat da verməyib. Heç məlumat verməyə də özünə borc bilməyib. Mən düşünürəm ki, sizə belə ustalar daha dəyərlidir.